İlk öncə onu demək istəyirəm ki, mən sizə fikirlərinizi yazın deyəndə, mənə maraqlı deyəndə mən sizə yəni yalan danışmıram. Həqiqətən də sizin fikirləriniz maraqlıdır. Yəni bu kontenti çəkməkdə əsas səbəb elə mən istəyirəm ki, sizlərlə bölüşüm bunu. Mənim özümə qalsa bu qədər həvəslə işləmərəm. Nə demək istəyirdim? Siz çox sağ olun mənə göstərdiyiniz ümumiyyətlə fikirlərinizi bildirdiniz ki, bu potları içəri salaq. Bunları necə salacağımızı da siz kömək elədiniz. Bunları içəri saldıq və mən bu günləri deməli taxta təmiri məzunu belə bir şeydir. Ondan almışam. Şey dostlar, bu belə görsənir. Daha çox düzəltməkdən çox xarab eləmiş oxşuyur. Onu qurusun görək nə olur da indi şkolpalayar buraları üstü. İşə tələsirəm amma vaxtı kullanacağım da ki də, amma bunu tez bazar eləməliyəm. Çünki vaxt çatdıra bilmiyor həqiqətən. Əgər bunu eləyib başa çıxarmaq istəyirsiniz, belə bir şeyləri bir-birinə calayaq. Allah'ın köməkliyi ilə. Deməli, stul belə bir şəkil aldı. Əgər bir fikriniz varsa onu da qeyd edin. Bunun üstünü neyə laklayaq sonradan?